Lerikdə aliment borcunu ödəməyən ata həbs edilib. Rayonun Zərdəbərə kənd sakini 11.100 manat aliment borcunu ödəməkdən imtina etdiyi üçün məhkəmənin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Məlumata görə kənd sakini 2018-ci ildən 3 övladının hər birinə 100 manat olmaqla 300 manat aliment ödəməli idi. O, istintaq dövründə ümumi borcunun 400 manatını ödəyib. Sözü gedən şəxs 2023-cü ildə 8 gün müddətinə inzibati qaydada həbs edilib və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunub. Həmçinin ölkədən çıxışına qadağa qoyulub. Ümumilikdə atanın 11.000 manat borcu yaranıb, amma borcunu ödəyə bilməyib. Ona görə də həmin şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.